Salam dəyərli izləyicilər. Ravet digital modelinin kartrizləri yenisi ilə əvəz olundu. Modelimizə əlavə olaraq B12 alkali mineral filtri də əlavə olunacaq. Antibakteriyal və ağır metal təmizləyicisi, yüksək hidrogen filtr, uzunmüddətli təsir, 1500 qalon performans, oksidləşmiş suyu antioksidan suya çevirir, əsas mineralları əlavə edir, qələlləşdirici filtr. B12 mineral filtri ilə də yaxından tanış olaq. Qablaşmanın içərisində suyun pH səviyyəsini yoxlamaq üçün də belə bir maye var. Siz bu mayeni filtrdən keçən suya, yəni 1 stəkan suya 4 damcı əlavə edirsiniz və suyun rəngi dəyişəcək. Suyun rəngi burada göstərilən rənglərdən hansından olsa, aşağıda da onun pH səviyyəsi göstərilmişdir. Və alkalin filtrimizdən B12 mineral alkalin filtr. Biz hal-hazırda bu filtri indi quraşdıraq və videonu təkrar davam elətdirəcəm. Və filtrin quraşdırılması tamamlandı. Əgər sizin evinizdə də filtr varsa və suyun keyfiyyəti qane etmirsə, suda hər hansı bir tam qoxu varsa, onun həlli B12 mineral filtridir. B12 mineral filtri siz 7-ci filtr kimi də quraşdıra bilərsiniz və yaxud da mineral filtrin yerinə də quraşdıra bilərsiniz. Filtr cihazının quraşdırılması tam olaraq yekunlaşdı. Hal-hazırda dolma prosesi gedir. Və biz suyun pH səviyyəsini yoxlaya bilərik. Bunun üçün 1 stəkan su götürürük. Onu da qeyd edim ki, hal-hazırda hələ təmizləmə prosesi gedir. Nümunə üçün biz bunu yoxlaya bilərik. Və yaxud göstərdiyim bu həmin mayeni 4 damcı 1 stəkan suya əlavə edib qarışdıracağıq. 1, 2, 3, 4. Gayet. Daha sonra bir qədər bunu qarışdırırıq. Gördüyünüz kimi suyun rəngi dəyişdi. Mavi rəng almağa başladı. Daha sonra biz bunu şkala ilə yan-yana tuturuq. Netləşsin. Hal-hazırda gördüyünüz kimi mavi rəng alıb. Mavi rəngdə 8. Yəni hal-hazırda suyun pH-i 8. Yəni 8, 8.2 tam ideal pH səviyyəsidir. Onu da qeyd edin.